yandığından deyir. Ay, yetirən kərvan keçər. Ay hürənlər. Mənim yalım yoxdur. Yalım özümə qalsın. Sizə vermirəm. Bildiniz. Bax sen öz amplanda ol, bax belə ol həmişə. Allah sizi xoşbəxt eləsin. Bax. Heç kimə Mənim bax elə, bax elə. Maşallah, maşallah. Bax elə, elə ol. Həmişə elə ol, qoy qıraqdan baxanlar yansın, partlasın. yanın indi. Nəsiz? Bu mənim birinci növbədə başımın tacıdır. Evimin gülüdür. Yaraşığıdır, hər şeydir. Allah sizi xoşbəxt eləsin. Lap yaxşı elirsən, gözəl. Heç kimə bənd olma. Qadın kişisiz heç kimdir. Vallahi Bəli. kişi də qadınsız heç kimdir, qadın da kişisiz heç kimdir. Ona görə bir-birinizin qədrinizi bilin. Füzuli, qardaşım, sənə deyirəm. Kim nə deyir desin, heç nəyə qulaq asmayın, heç kəsdən işiniz olmasın. Bax, belə həyatınızı rahat, xoşbəxt yaşayın, gedin. Heç kəslə işimiz yoxdur, nə heç kəslə dolaşmıram, işimə gedirəm, işimdən gəlirəm, lal bilməz. Hə, bax belə olun, Allah sizi yarayandan, qarayandan eləsin, xoşbəxt olun inşallah. Heç kəsə də baş qoy, Allah ruzunuzu, bərəkətinizi yetirsin. Allah çörəyi. Öpürəm sənin əlindən. Sağ ol, sağ ol. Mən də sizi Bunsuz mənim ömrüm olmaz. Bunsuz mənim heç nəyim ola bilməm. Mən bununla günorta çözən gəlirəm ki, yemək yedin, yemədin. Bu yiyəndə bilirəm ki, yedim. Əgər bu günorta yeməyibsə, mən də günorta yemirəm. Bu yiyibsə, bunda mənasında deyirəm ki, qazanın ağzı açılmır. Uşaqlara deyirəm ki, qazanın ağzı açılmayacaq. Ha vaxt gələndə ondan sonra mənasında şok getirəm. Sağ ol. Bax, həmişə çörəyin olsun, ha gözəl. Qadın ərinə hörmət eləyəndə, ərin çox istəyəndə Allah da ruzi bərəkət verir. Allah da bax görür. Vallahi. Qurban olma Allaha. Sən bax elə o qədrini bildikcə Allah da ruzi bərəkətinizi verəcək, rahat yaşayacaqsınız inşallah. Sən hörmətsiz eləsin. Günorta bişirdiyim yeməkdir. Günorta bişirdiyim yeməkdir. Hələ qazanın ağzı bax elə də durur, ağzını açmamışam. Bişirib qoydum. Bu yeməkli o yeməkdən yemədi deyənəm, mən də yemədim. O yemək yesin, mən də yeyim onunla bərabər. Yoxsa yox. Şöyle bəy yedim şirin çayla günorta üstü. Zəng elədim ki, yemək yemsən dedi hə. Ondan sonra mən yedim. Yoksa var o qazanın ağzı açılmayacaq. Bu yeməsə mən də yeməyəcəm yeməkdən. Ömür boyda. Hemen yemək qurulaqla. Allah düzel eylesin. Allah'ın olsun. Qəşəng eylesin. Al kardeşim and olsun Allah'a var. Günorta üstü o iş yerində işləyir. İş yerində yeməyini yeyir. Zəng elədim ki gəlirsən gəlmirsən. Dedi yok burada yiyirəm siz yiyin. Dedim vallahi var o qazanın ağzı sen gəldin açılmayacaq. Gətdim işdən gəldi diloma. Çay koyup şirin çayla çörək yiyip çıktım götürdüm. Uşaqlar dedi ki acımışam dedim hə ha vaxt gəlsə öyün böyücü. Ondan sonra qazan açılacaq gələcək. Yoksa bak o yaşı olur o da yəbbək. Vəssalam. Ulan Füzulini qınıyırlar. Bilirsən necədir xanım, başa dönsən. Füzuli qınırlar ki, Füzuli yazırlar burada, mən yazıları oxuyuram. Yazırlar ki, Füzuli uşaqlarını atıb gəlib bura. Füzuli mübarizə apardı. Canlı mən Zaharın verişini də izləyir, değil mi orada? Mübarizə apardı. Yazırlar, apardı, qəbul etmədilər. Neynəməlidir? Gedib olmuş həyat yaşamalıdır. Belə həyat yaşamalıdır. Bakın ay oradaki yazanlar yaxşı. Əgər bu uşaqlarını atıbsa yaxşı. Şimdi hamısından burada üzr istəyirəm dönə-dönə. Bu 5 Zahar müəllimin bir qəşəng sözü var idi orada efirdə. YouTube'a yazılsın, baxın YouTube'a. Zahar müəllim dedi ki, Füzuli deyir 50 manat, 100 manat dedi. Gündəlik evə pul gətirsin. Arvada oradan orada, buradan orada olacaq. Yaxşı, Füzulinin niyə bunu qapıdan çölə arvadı dedi ki, paltarını yığdı, qapıdan çölə tələdi, sunkanı da qoltuğuna vurub atabeye gəldi. Niyə? Bəs hanı Füzulinin maşını Jigulisi, hanı Füzulinin cındır daxma da olsa, kasıb da olsa, Füzulinin hanı evi, onun təriyinə qazandığı tiftiği evi, hanı? Yalandan dediler ki anası yandı. Yandırdılar için her şeyine yandırdı ki məhkəməyə gedəndə çünkü Füzuli daxı olar. Qanunda əgər məhkəməyə gedilibsə bu insan yaxşı. Gəlin ay bacılarım, ay analarım Füzuli verməyib məhkəməyə. Füzulinin anası arvadı veribdi. Bu biri. İkinci deyəm Füzulim. Mən onları qandırım. O işin içində mən də varam.
O işin içinde bak bu oğul da var idi. Hamısını ben araştırdım. Geldi çıktı. Orada yazanlar siz bilmirsiniz ki kimin oğlu kimin kızı başına ne iş gelərsə. Füzuli günə 5 manat 10 manat gətirdi evə. Arvadı deyir ki başını da bağlayıb el. Yazılar yazılsın bağlasın. Canlı bağlayalım. Gözəl bir dəqiqə icazə ver. Bura bu Çiçəyim adlı bir şəxs yazıb Külbaşova balalarını çiçəyə satırsan. Ay xanım demək istəyirəm ki, Gözəl balalarını heç kimə satmıyor. Ve Gözəlin balaları da yanındadır. Gözəl balalarına da baxır, ərinə də baxır. Siz onun dərdini çəkməyin. Bu qıraqdan yazıb qızıqlandırmayın. De kızım da burada. Mənim canlısına. Maşallah. Allah saxlasın, Allah sağ eləsin. Yazmağa nə, boş yazmağa nə ehtiyac var ki? Mən də kulağıma gələni yazarım. Nə olsun? Ben dedim bu 72 attım bloka. Güzel. Bilirsən niyə? O yazanlar var, həyat təcrübəsi yoxdur onların. Həyat təcrübəsi olsa, Bəli, YouTube'a bəli. yazmışsınız ki, ay ben işte demirəm, YouTube'a yazmışsınız ki, Füzuli'nin başına işler gelenleri bir dene YouTube'a yazılsın, bakılsın, YouTube doludur. Niye yazılıp bakılmır? Ben söz ödürüm. O ekran arkasında oturup mən ünvanıma artıq əski yazanlar. Birincisi, mən evlatlarımı atmamışam. İkincisi, hükümət tərəfindən aliment kəsilir. Ay alimentlərimi də verirəm. Uşaqlarla mən danışıram da, daha doğrusu mən onları atmadım. Nədən mən məhkəməyə boşanmaya ərizə verir, nə də mən boşanmamışam. Əlbəttə. Özü boşanım məndən, vəssalam küt tamam. Ekran arkasında artıq əski nəsə yazmayın. Özünüzə hörmət qoyun, mənli göz olsun. Mən elə qınıyıb, nətər deyim, məndən danışanlar, mən dərdimə inanmayanlar, elə mənim başıma gələnlər sizin başınıza gəlsin, onda dadın ləzzətini Hə, bilərsiniz. ay sağ ol. Elə onda bilərsiniz ki, görün kimin başına nə iş gəlib. Başına gəlməzsə bilməyəcəklər. Elə əxlaqsız deyirəm ki, mən uşaqlarımı atam. Allaha şükür, nəşə atıram, atmamışam. Niyə görə atmamışam? Niyə görə Bir də ki, atmalıyam? burada o ağzına gələn yazanların hamısı bəyəm normaldır. Allah haqqı hamısı Niyə daha da atıramışam? pisləridir. Pisləridir ki, elə pis fikirləşib yazırlar ha. Atmamışam da sağlığı görüm. Uşaqlarımla danışıram da, gücüm çatanla işləyirəm. Allah əlimin qabalarına bərəkət versin. Alimentlərini də atıram da, alimentlərini də atıram. Halal zəhmətimlə nə də uşaqlarımı atmamışam, nə də ki uşaqlarımı mən heç niyə dəyişmərəm. bilirsən Yazma. artıq söylü. Qardaş, bilirsən necə, mən sənə deyəcəm, bu insanlar bilirsən nəyə alışıb? Mən sənə deyim də, açıq deyəcəm burada, heç kim də xətrinə dəyməsin. Bugünkü gündə TikTokda Beliza kimi insanların 10.000 insan baxırsa, onu dəstəkləyirsə, bu insanlar belə yazmalıdır. Rubla dərdini saxlayır. Beliza kimi insanlara bax, bugünkü gündə üzmünzanlarları təmsil edirlər, qoruyurlar, saxlayırlar əllərində və onu tanıtdırırlar. Ancaq bugünkü gündə belə ailələri nümunəvi, yəni sən bugünkü gündə sən yad bir kişinin övladını saxlayırsansa, deməli sən bir kişisən. Sən bir qadını saxlayırsan, sənə əhsən. O qadın Sağ neynəməlidir? olun, gecəniz xeyrə qalsın. Gözəl, zəhmət olmasa məni çıxart. Mən gedim, sağ olun, Allah xoşbəxt olsun. Sağ olun, sağ olun. Burada ağzına gələnləri yazılır. Ayıb olsun ha. Sizin evinizdə də ailəniz var, uşağınız var. Siz sığortalanmamışsınız bir gün nə olacaq, nə olmayacaq. Övladların qarşısına nə gələcək, gəlməyəcək. Bəlkə bundan da 5 betəri gələcək. Bəli, eləməyə qınayıb eləməyəm. Yazıq deyirlər, normaldır. O qadın, yaxşı, siz gəlin mən sizinlə belə razılaşım. O qadın gedirdi, üzr istəyirəm, mən o dönə. Füzuli olaydı boğmuş, o qadın da gedirdi, əxlaqsız bir qadın oldu. Onda siz ona qışlayacaqydınız. Balaları yanında, istevində, ailəsi, xoşbəxt ailətdə neynəməlidir? Canlasınlar insanlarla söhbət edirlər, hansı artıq əks hərəkət edirlər? Burada memnunluq edirlər, yoxsa açıb nə bilim özlərini göstərirlər. Normal şəkildə canlı aparırlar da burada. Neynəməlilər ki? Siz nə istəyirsiniz? Siz bu insanlardan nə istəyirsiniz? İstəyirsiniz ki bunlar açsınlar özlərini göstərsinlər, memnunluq eləsinlər. Bunu sevirsiniz.
İki adamsız burada üzr istəyirəm bağışla. Biri yazır ki, süpürgəçi. Süpürgəçinin başına dönərəm mən 1000 dəfə. Süpürgəçi sənin ayağının altını təmizləyir səhər-səhər saat 6-da. Sən yatanda evində yatanda ist ocağında o 6-da saat 5-də durur. 5-də durur, yaşlar var gedir süpürgə süpürür. Siz bunun Ben nəyi süpürgesi bəyəndiniz? işleyebilirim. Kardeşlerim bak. Süpürgəçi işləyir, halal çörəyin Dədəmiz qazanır. babamız süpürgəçi olub, da fəhlə baba olub, da başa durursan. Bizim dədəmiz babamız süpürgəçi olub, fəhlə olub. Bəli, süpürgəçi eləyir, süpürgəçilik eləyir, halal çörəyini qazanır. Fəhləçilik eləyirəm, halal çörəyimi qazanıram. Kiməsə möhtac olmuram Bir ki. edirsən, qardaş, başma dönümsən, ailə önündən müqayət ol. Sən o keçmişdə qaldı, qardaş, başma dönümsən. Sən nə şükür Allah balaları atmamısan, nə də ki balaların da yanındasan. Alibət edirsən, deməli sən balaları atmamısan. Sən onlarda baş qoşma, qardaş, başma dönümsən. Elə o sənin də balandı, valla Allah and olsun, vaxt gələcək sən onların bəhrəsini görəcəksən. And ol Allah, sən onların bəhrəsini görəcəksən. Onlar da, uşaqlar da sənə çox istəyir, sənə də hörmət edir. Fikir verirəm, sən də onlara yəni, normal yanaşırsan, bir ata kimi yanaşırsan. Sən onlara bir sən nəyi istəyirətdir? O istəyirətdir ki, ona atasızlığı var. Sən onlara atalığı istəyirətdir. Atasızlığı yox, atalığı istəyirətdir onlara. O baş koşma yazanlara, o giz yazanlara, onlar bir sənə tərbiyə qalacaq görməyənlərdir. Mərkəzsindir. Yazırlar ki bura, yazırlar ki, Füzuli uşaqlarını atır. Füzuli ömrü boyu heç vaxtı uşaq atmır. Mən, ümumiyyətlə mən evlada bağlı bir insanam. Mən bir dəqiqədən məsəl üçün mən evladım mən zəngiliyə deyək ki, pula mənim ehtiyacım var. Ata mənə pul at. Mən o yer deşiqindən doza mən tapıb o atmalıyam. Niyə görə də atmam? O çünki o mənim balam. Mən sənə verilişdə izləmişəm. Mən sənə Zuhalın verilişdə baxırdım. Sən hönkür balaların üçün ağlayan oğlan olmuşsan. Balaların gəlməkdən, neynəməlisən? Sən ailən gəlməkdəsən, neynəməlisən? Özünü öldürməlisən, yandırmalısan, neynəməlisən? Gəlməkdən, sən əlindən gələn elədin də. Sən bir ata kimi elədin. Onlar gəlmədi. Ancaq yenə şükür Allah ki, sən onların alimentini ödeyirsənsə, elə bir yetəri qədər bəs edir. Yəni atanın borcunu istəyirsən. Ödəyəcəm də, qəpiyinə qədər də, sonuna qədər də ödəyəcəm də. Oğlum da Allaha şükür böyüyür, gələn əsgər gedəcək. İnşallah əsgəriyə də gedəndə, axıra qədər onun dalıcanda gedəcəm. Lazım olacaq, o məsələsini yaxşı yerə saldıracam da, yanına gedəcəm də, gələcəm də. Allah canıma dəyməsin inşallah. Amin Allah. Bəlkə qismət oldu, gəldi bizim yanımıza. Ne olar? Gələ bizim yanımıza, bizi dəstək olar o. Hərbiçisən qardaş? Onu demə də, onu demə. Onu demə. Demə. Onu demə. İnşallah yaxşı olar. Allahın kömürlər. Mən sizə bir məsləhət görəm, bir qardaş kimi sənə məsləhət görəm ki, burada oxunun o insanlar var ya, o mərifət qanacaq görməyən, həyat təcrübəsi olmayan insanlardır burada sənə yazan. Pis sözlər yazanlar deyirəm. Onlara baş qoşma, siz öz həyatınızı yaşayın. Öz həyatınızı davam edin. Kardeşim. Kardeşim. Buyur. Size takip attık buradan. Siz direkte yazarsınız buna. Ama ses atarsınız daha ses atarsınız. Mənim üzr istəyirəm bağışlayın, mənim bir üzümdə qəbələlidir. Mən demirəm burada açıqlamıram tam şəkildə. Mənim bir üzümdə qəbələlidir. Yəni mən qəbələnin də başına dönərəm, Azərbaycanın bütün hər bir bölgəsində başına dönərəm. Mən hamısı mənimdir. Mənim kasımdan işim, mən kasımın başına dönərəm. Qardaş, sən də bir kasım adamsan. Bizim bəzi mınlar millətimiz var ki, kasımın başına balta vurur. Başına balta vurur. Bir iki gündə bax, bu TikTok var ha, TikTok var burada göstərir, bu yazılar var ha, bu yazılar göstərir. Bax, bunlar göstərir, yəni kasımın başına vurur. Sizdən, bilmirəm sizdən nə alır, nə verəcəkləri var, bunları bilmirəm insanların, nə minimumlu verirlər. Allah böyükdür, Allah var, rəxt olar. İstər kişi olsun, istər qadın olsun, hər bir yazılışına diqqətlə fikir verməlidir. Və insan kimi gəlib, insan kimi gəlib, bu gün həyatda varsan, sabah yoxsan. Vallahi insan kimi gəlib, insan kimi də getmək lazımdır. Yazıqsınız. Durub burada giz-giz sözlər yazmayın. Bir evinizə baxın, bir arxanıza çevirin, baxın. Görün, sizin də boşananız var, sizin də övladlarınız var, sizin də evinizə qaydanız var, sizin də evinizdən hansısa bir ikildə bir ərə gedəni var. Bunları düşünün də. Niyə düşünmürsünüz? Gəlib insanlara ləkə atırsınız. Nağarıb, yazıq qadın ərə gedir. Nə eləyib ki? Nə eləməlidir? Şərəfin namusun gedib atmalıdır sölə, satmalıdır. Onda dəstək edirsiniz, onda deyirsiniz, alqışdır, halal olsun sizə. Onu təmsil edirsiniz siz burada. Yetimə sahip çıkın. Nədir? Qadındır, yoldaşını öpür də nə eləməlidir ki? Çox istəyir, hörməti var, əcəb eləyir, düz eləyir. Yoldaşına bir sevgisi var, məhəbbəti var, nə eləməlidir? Övladlar da görsə orada kişinin deyir, bunu ye, onu ye. Nə eləməlidir? Ata istəyirlər də.
Niye təhqir edirsiniz bu insanları? Nəyə? Nə verirlər sizə? Allahdan qorxmursunuz. Ha bir Allah'ın korkun da, Allah'tan korkun ki her bir insanı sögəndə, onu təhqir edəndə, onun yükünü daşıyırsınız. Ahirət üzrü kidir. Mən yandıran nədir? Mən yandıran Allah haqqı, mən o sözlər yandırır ki, Füzuli deyir balaların haqqda, Füzuli baladan öyle ki, canını koyub, canını koyub. Mən nə yaşım var ki, mən fikirdən, dərddən mən başım, saçım ağarıb. Mən bala atmaram ağa. Gecə sabah saat 8-də gedirəm. Axşam 7-yə qədər işləyirəm ki, ay tamam olana qədər mən balalarımın qəpiyə yığım, alimentini düzəldim. Ay tamam olan günü mən onların alimentini atım. Əgər mən onları atsaydım, mən uşaqlarımı atsaydım, mən onlara heç aliment vermərəm, fırladaram o ayına bir yana vermərəm. Ancaq xeyr. Onlar mənim balamdırsa, mən onların alimentini verməliyəm. Onların yaxşı günündə də, pis günündə də hər an mən onların yanında olmağa hazıram. Niyə görə atıram ki? Heç bir ata evladını atmaz. Ya da atmamışam. Heç vaxtı. Niyə görə də Qardaş, bir sənin ətə Füzuli, sənin Füzuli, sən bir sən necə ol, sənin də həyatın necədir? Sən yıxıldıqcan, sənin başından vurdular. Buracan da yıxıldın. Sənə patpeşkə verən olmadı, sənin əlindən tutan olmadı. Tutsuyordun, dünkü gün də bu problemlərin içində yaşamazsın. Şükür Allah'ın birine ki, səni sağ olsun, xanım səni əl-ələ verdi, səni patpeşkə verdi, səni yapışdı, özünə çəkdi, yəni gedib həyatını məhv eləmədən, yəni hansısa bir, ola bilsin ki, elə bir şey var ki, sən gedib alkohol içki ola bilərdin, yəni avara həyatda yaşaya bilərdin, qonmuş həyatda yaşaya bilərdin, çöldə də yata bilərdin, onlar da qardaş bu həyatdır, yəni onlar eləyə bilərdin. Bugün sənə bu Allah sənə qismət edib də qarşıma çıxar ki, yəni bu həyat sən deyil də bu həyat seçməlisən. Yəni bu istəz onu tutmalısan. Şükür Allah'ın birine ki qardaş, iş evində oturmuşsan, rahat balaların, o da sənin balalarındır. Ne olsun ki, ata ayrı, ana biri, o başqa şeydir. Qardaş, əsas odur ki, başına dönsən, sən onlara atalığı hiss elətdirmə. Ən əsas odur. Onlar sənə ata deyək dursunlar. Yəni, onlar məktəbə də gedəndə bir gün hansısa bir yerə gedəndə o ata sözü var da. Ata sözü elə bir sözdür ki, o heç vaxt dildən düşən bir şey deyil. Onu onlara, necə deyim, yaşat da onları yaşat ki, o hiss eləməsinlər ki, atamız yoxdur. Onu hiss eləməsinlər. Hiss eləsinlər ki, həqiqətən bizim atamız var, arxamızdadır. Yəni, biz dayağıq. Onu sən onlara görsən. Ən əsasında birinci odur. Göstərir, Quran haqqı göstərir. Mən buradan bir dənə söz deyəcəm qardaş. Mən buradan bir dənə söz deyim. Allaha and olsun. Öz doğma balalarım var ha. Öz doğma əziz balalarım. Öz doğma əziz balalarımı necə ürəkdən gözdə görürəmsə, yəni bunlar da yəni o gözdə görürəm. Ben şeyler de görmək lazım. Burada üzr istəyirəm biri yazıb ki, Samray, o söz yazmış sana, o sənin elə evindəkilərlə getsə daha yaxşı olardı. O söz yazsa birbaşa getsin, birbaşa evə getsin. Bəli, əlbəttə ki, getsin anasına, bacısına getsin. Yenə deyirəm qardaş, vallahi başqa şey. İşini işte, o deyir maşallah ona bak. O körpələrə qurban olum, mən. O körpələrə mən qurban olum. Allah haqqı o körpələrə mən qurban olum. O körpələri başına dönərəm mən qardaş. Bala əziz şeydir, bala şirindir. Balanı heç nə dəyişmək olmur. Vallahi heç nə dəyişmək olmur. Allaha az olsan qardaş, gör nə deyirəm. 2 gündən bir, 3 gündən bir, lap bir gün deyil olur 2 dəfə, hə. Mən uşaqlarımla da yəni əlaqə saxlayıram. Bala nə təəssüf, bax bir aylar işdən gəldim. Bir qəfildən dedim uşağa səs atım oğluma, görün nə qardır. Sən WhatsApp-da səs atdım. Bala nə tərsən, yaxşısan? Dedi həyata yaxşıyam. Mən uşaq ataram, mən uşağa ömür bu atmamışam axı. Niyə belə artıq əski yazırsınız? Burada bir də yazır ki, burada bir yazır ki, özgəsinin övladından övlad olmaz. Niyə? Niyə olmuş ki? Öcək ata var ki, öcək ata övlada elə baxır ki, onun elə bir təsir verir ki, səs sonra uzaqlardan gəlir, yaxşı bir yerdən gəlir. Nə danışsınız? Zaman göstərər, onu zaman. Bax, üzr istəyirəm hamımızdan, bacılarımdan, qardaşlarımdan. Mənim atam 2 dəfəni evlənibdir, 2 dəfən. Biz ucaylı doğmalı olmağını bilməmişik. Ha vaxt mən gəlin köçəndən sonra, barmamı üzük deyəndən sonra, ər evinə gedəndən sonra birinci ailəmdən. Ondan sonra mamam mənə dedi ki, siz ucay olmağınızı bilinməyibdir. Niyə? Füzuli pis insandır. Pis insan deyil.
Ha vaxt əl boş gəlsə uşaqlar yürür. Damla deyir ki, ata nətərsən? Elmar deyir ki, ata nətərsən? Yürür, öz doğma atalarından sevgi görməyib desə, bunda gördü, Füzulidə gördülər. Vallahi Elə gəlir, olmalı. gənə də deyirəm, yəni ki, hərənin ürəyi, hərənin qəlbi büdrətdə, yəni. Mən öz doğma balalarıma necə hörmət qoyuramsa, necə çox istəyirəmsə, yəni mən bunlar da elə gözlə görürəm. Bala baladır, balanın pisi yoxdur. Elə də olmalıdır. Nə də mən buradan yenə də deyirəm, mən heç vaxt evladımı atmamışam. Mən evladlarımdan öncə mən verilişdə diz çöktüm, göz yaşı döktüm, mən mələdim orada. Bütün Azərbaycan xalqımda hamısı bildi ki, Füzuli burada canlı efirdə balalarından öncə diz çökür. Balalar gəlmir, İndinin özündə də, baba, indinin bax buradan yenə də mən indinin özündə yenə də deyirəm, mən balalarıma canım qurban. Niyə belə artıq əski yazırsınız? Olmalı. İndinin özündə də, bax indinin özündə də yenə də bax mən buradan yenə də deyirəm. Balalarıma mən canımı, ürəyimi verirəm. Niyə vermirəm? Mənim balamı nətər istəyirsə, çox istəyirsə, mən də Füzulinin 2 qat balasına yarı ürəyimə qoyaram. Onlar da baladır. Ətlə dırnan arasına mən girə bilmərəm. O vaxtdan demişəm mən. Mənlik deyil. Ata bilər, oğul bilər, qız bilər. Nə də heç vaxt mən balalarımı nə də heç nə də dəyişdim. Onlar buna qarşı şey Balalarıma çıxdı, ürəyim qəddar çıxdı. İndi onlar qarşısında uşaqdılar da, indi onlar mənə qarşı yəni ki, nətər deyim, lap pis də olsalar, mənə nətər deyim, təqqir eləsələr, gələn onlar mənim qəlbimdədir. Gələn Allah qoysa inşallah gələnləri, inşallah mənim oğlum əsirə gedəcək. Allah qoysa inşallah bir yaxşı yer tapacağım, bir yaxşı qardaş tapacağım, bir münasib adam yer tapacağım, inşallah o yaxşı, yaxın yerə saldıracağım, əlimin altı olsun. Düz əskərlicim qutarıb evə gedənə qədər mən onun arxasıyla gedəcəm. Balalarıma mənim canım, Bax, qızı ürəyim burada buradadır. olsun. Deyək, bax, ürək atıb, bax, qızı buradadır. Mən balalarımdan öldüm, mən bir dəqiqədə mən bu ağırlı ürəyimi çıxardıb verərəm. Niyə belə yazırsınız? Mən heç vaxt... Yazmaqlara baxma. Onlar, yenə deyirəm, onların mədəniyyət və tərbiyəsi, dünya görüşləri yoxdur. Dünya görüşləri olsa, gəlib yazmazlar. Dürüb artıq əski yazırlar, buradakı Füzuli balalarını atdı. Füzuli bala atmır. Füzuli gecə gündüz baladan öncə diz çökür. Gecə gündüz yatmamışam, balalarıma canımı, ürəyimi verərəm. Çək bunu ne yazın, buraya gel bala. Sen buraya yaz, ne yok, okuda ne yaz. Ya, ana de anan olsun deyir ya. Allah bəla versin, nöqtə. Atom bloku. Nöqtəni, Allah təbəqqə edir. Cazı cavab. bir dənə gəbirəm. Oy. Giz yazanların nəyinə? Allah haqqı mən baxıram bir yerdən, hə. İstəyirsiz gəlməyib. Aşağıdan izləyirəm, bir yerdən baxıram da. Giz yazırlar. Kəmsər yazırlar. Balam buradadır, gözəl balam. Balamın biri buradadır, ürəyimi, canımı verirəm. Allah saxlasın, qızım, Allah saxlasın. Sağ ol. Balam hal-hazırda burada məni izləyir, baxır mənə. Mən balama buradan deyirəm, balam, Allah Taala səni həyatda xoşbaxt eləsin. Allah Taala balam, Allah səni arzuya çatdırsın. Amin. İnşallah. Sizi atmamışam, nə də atmaram da, sizə canımı, ürəyimi verərəm, balalarım. Bax, şəxsən mən, balam buradadır, mən üzümü tutum, mən buradan balama deyirəm ki, Allah Taala balalarım, həyatda nə arzunuz varsa, Allah sizə arzuza çatdırsın. Amin. Amin. Nə də qəm eləmən ki, bizim atamız... Ağlama Füzuli, ağlama, ay Füzuli. Səbirli ol, Füzuli. Ağlama, əmin. Əmin. Ağlama, ay kişi, ağlama. Balan elə bir ki yanındadır, ağlama. 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 Estağfurullah. Mənə bax qızım, bax burdasan. Ha vaxt gəlirsənsə, gəl bax mənim o kəsib qapım atın yanına gəl. Bax atın narahat olur. Bax bu da sizə aliment ödəyir. Gücü çatandan, gücü çatırsa. Bax ürək pis oldu, ağladı. Ağlama. Hayda, uşağa bak. Hay Allah. Helal olsun Allah hakkı. Niye gelip yazmam da, niye bu kişini ağladırsın burada? İnsafsız ha. Ha vaxt gəlirsənsə, bax Füzulinin qızı da
oğlu da mənim bax bu ürəyim ona qurbandır. Bax hara gəlir, ha vaxt gəlirsənsə gəl. Qızım, o qapını bax atan sənə aliment ödəyir. Gəl o qapımdan. Mən şor yesəm, şor yesən, yavan yesəm, yavan yesən. Ha vaxt gəlirsənsə, bu qapıdan içəri girirsənsə, üstəlik günü sabahdan gəl. Nə tək ki, sənin atan mənim balamı qəbul edibsə, mən də səni ürəkdən, candan qəbul eləyirəm. 5 gündə qal, 10 gündə qal, qızım. 1 ay qal, 2 ay qal. Atanla get gəzdə, elə də, qəbələni. Ha vaxt gəlirsən, gəl mənim balam. Sən də ol mənim ikinci qızım. Qaqaş, sənin adın nədir ay qaqaş? Elmardır, Elmar. Allah saxlasın, inşallah toyun görəsiniz. Allah sizinkilər də bir yerdə. Bax, atan kövrəldir. Atan sizi üçün işləyir, mənim balam. Bax, 10 manat qazanır, 8 manat qazanır. 20 manat qazanır, özünə də deyirəm ki, qəpik üstünə qəpik qoy, uşaqların alimenti var. Heç demirəm ki, bu yenə sal, özüm eləyirəm. Ki, yazıqdır, balaların alimenti var. Boynu bükük qalmasın balaları. Mən burada 1000 nəfərdən xahiş edirəm, 1000 nəfərdən xahiş edirəm. Və sizin yanağını verirəm bir Allahın, tək Allahın adına yəni xahiş edirəm sizə. Ne olur, burada normal sözlər yazın. Bilmədiyinizi ay insanlar bilə-bilə yazmayın. Çünki siz bilmirsiniz ki, sizin başınıza bir iş gələr. O göydə Allah bilir. Qızım, bax, atan aliment atanda, atan sənə aliment atanda. Anıma dinən ki, atam üçün darıxıram. Qardaşın da şükür Allaha gələn əskər gedir, yollar da tanıyacaq. Götür, gəl qardaşı. İstəyirsən 1 ay qal, 2 ay qal. Ha vaxt gəlirsənsə atındır. Aparıb səni atan işdən 1 günlüyə, 2 günlüyə icazə alar. Aparıb səni atın qəbələni gəzdirər, göstərər qəbələni. Gedin ata bala, siz gəlincəndə mən də yemək pişirərəm. Ata bala gedin gəzin. Nə olan şey? Bizi burada yazır ki, atam ağlama. Yazır atam ağlama. Kızı burada yazır atam ağlama. Ağlama Füzuli. Sen ağlasan uşağını təsir ağlama. Ağlama da uşağa da pis olur. Uşaq da pis olur, ağlama. Xahiş edir səndən ağlama. Uşaq səndən xahiş edir Füzuli ağlama. Xahiş edir də eləmə, eləmə. Eləmə, ağlama. Ağlamır qızım, ağlamır, ağlamır. Qızım qoymur, Elmar qoymur ağlamağa. Atan üçün darıxmısansa qızım, dur gəl. Niyə gəlmirsən ki? Atam var burada. Artist sənsən ki, burada artist sözün yazırsan. Artist sənsən. Alo. Yaz mənə söz. Heç kəs artistlik eləmir. O göydə Allah görür. Bir dənə yazın Zaur müəllimin verilişinə ki, bu nətər Zaur müəllimin verilişində diz çöktü, balam dedi. Balası heç bir də yaxın gəlmədi. İndi Allah'a şükür ki, yavaş-yavaş balası işlişir atasına. Qızım, sənə qalan valla Qurana and olsun atandır. Qurana and olsun, atı axtar. Valla atan günah, atan bax, araq içən dölü. Piyanska dölü, narkoman dölü, iğne vuran dölü, ondan sonra neşe çeken dölü. Sen anan dedi da ki, ondan təri gelir, ondan qoxu gelir. İndi həyat da bilmir, kişiden təri də gələr, kişiden qoxu da gələr, pəhlədən nəyi gələ bilər? Qoxu gəlmir ki pəhlədən. Kişiden təri gəlir ya. Səhv deyirəm qardaşım. Yox, kişiden təri gəlmirdi. Kişi təri gəlsə deməli arası işləyib gəlir. Əlbəttə, həyatdır, bilmək olmaz. Kişiden dokuyu gəlməz. Kişi qız da ödü kulansın. Kişi kim olmalıdır? Kişiden tərisi gəlməlidir. Kişiliği onun üstü olmalıdır. Zaur müəllimin bir qəşəng sözü var. O Füzuli 50 manat dedi, gündəlik evə pul gətirsə dedi, Füzuli orada oturma, burada otur dedi, gəl başımın üstündə otur. Kişi evinə çörək qazanmalıdır. Kişi evinə çörək qazanıb getməlidir. Kişi əgər bir gün ailəsini saxlayırsa, evinə çörək gətirsə, ailəsini az qoymursa, nə oğrusu da odur, lotusu da odur, kişi də odur. Hamısı odur. Mən 6 aydır bunlar.
Bəli, üzr istəyirəm hamıdan. 6 aydır ailəliyəm bundan. Qurana and olsun bunun pis cəhəti yoxdur. Bu